Bismillah. Mart ayı bu bürclər üçün gərgin keçəcək. Kimlərdir? Mart ayı astro enerjilərinə görə bəzi bürclər üçün daha gərgin və sınaqlı görünür. Xüsusilə bu 4 bürc diqqətli olmalıdır. Qoç, martda məsuliyyət və iş yükü artır. Səbr sınağı olacaq. Tələsik qərarlar zərər verə bilər. Maddi məsələlərdə risk etməmək məsləhətdir. Xərçəng, emosional gərginlik yüksəlir. Ailə və münasibətlərdə həssas dövr. Keçmiş məsələlər yenidən gündəmə gələ bilər. Tərəzi, qərarsızlıq və tərəddüd artacaq. İş və şəxsi həyat arasında balans saxlamaq çətin ola bilər. Sağlamlığa diqqət vacibdir. Oğlaq, planlar gözlənilmədən dəyişə bilər. İşdə və məsuliyyətdə, maliyyədə gecikmələr mümkündür. Sakit və strateji davranmaq lazımdır. Qeyd, gərgin ay tam mənfi demək deyil. Bu bürclər üçün daxili gücü artıran, dönüş yaradan bir mərhələ ola bilər.